Hər vaxtınız xeyir olsun. Ad gününü, səhərsi günü. Bu süfrəmi yuyacağım. Dünən bir-iki yerində ləkə oldu. Aylin çiyələk sürtdü. Burada biraz qablar yuyulur. Bu qabları əldə yummuşam. İndi yudum bunu. Axşam maşına doldurdum, amma su kəsiləcəkdi deyənə qoşmadım. Kompot meyvə qalmışdı, ora qoydum. Siz buna baxın, qızlar qoymur buradan götürüm. Bu da bizi oyadıb, özü yatıb təzdən. Bir dənə evləri təmizləmək lazımdır. Ta sonra işə axşam edə bilmədim. Onları edəcəm. Daha sonra başqa işlərimizi görək. Maşınımı da qoşmuşam. Qoşmuşam deyəndə doldurmuşam. Biraz boş yer var. Deyirəm qoy tamam da olsun. Ondan sonra işə salım. Yuyulsun. Ondan sonra biraz bunlar təmizlənməlidir. Tostlar anlamalıdır. Bunları əlimdə yudum. Moykadaydı bunlar. Axşam qoymamışdıq maşına. Ona görə tez yudum. Bir də tostlarını qoşum tez. Siz bunların güzelliğine bakın. Akşam qırmışdım. Stola koymağa. Bu burada atdı. Dünən yox idi. Bunları da indi geri götürüm. Bu otaqda yekunlaşdı. Oraları təmizlədim. Buranı da təmizlədim. Didiş. Daha sonra bir dənə uşaqların otağına baxım. Oranı dedim. Dünən eləmişdim. Tasoran qoşulurkən oranı dedim. Qutarsın.
Hər yerimiz oldu tərtəmiz. Kuxna, uşaqların otağı, bizim otaq. Hər yer. Təzə alınan topa baxın, xalalar partlatdılar. Bunu da aparıb kaktusa vurublar. İndi axşamdan atalarına demirlər. Alanda demişdi ki, evdə oynayın da. Dəniz evi divardan atır, divardan tutur. Voleybol boyuna görə oynayırdı. Atası demişdi, əgər istəyirsən möhkəmin alın, bunu almayayım. O qədər qoymadı onu möhkəm. O matası da var. Bunu 5.50 almışdı deyəsən. O matası da var. Ondan almaq. Yox, o ağırdır. Ata oynaya bilməyəcəm. İndi bu ucuzdan da neçənci dəfəsi də alır. Belə partladırlar. Belə biraz oturum burada. Fidoşla televizora baxacağım. Daha sonra gedib ailəni gətirməliyəm məktəbdən. Belə işlər. Bugün təzə aldığım boyama setini sizə göstərəcəm. Xalalar, bu yenə atasını başdan çıxartdı və dayanmadan səhərdən axşama qədər deyib, indi də atası mənə zəif oldu ki, nə istəyirsə ged ala ailinə. Axı 2-3 gündə oyuncaq ala bilmir. Qaşınır ki, görüm hara pulu xərcləyim. O da ki, keçib gedib özündən. Qoy onu göstərdim dayan. Seni verənə qurban. İşin tüydü də pambıqdır. Pambıq. Gəldik ailinə lazımasız əşyalar silsiləsinə, lazımasız oyuncaqlar silsiləsinə biri də qatıldı. Yəni qoyanda balaca görsənlər, amma yəni Narahat olma, unicornludur. Dayan qızım. 208 predmet var içində. Unicorn rəngləmə setidir. bir də öncə sənin içindən olar. Aç. Necə istəyirsən? Bax Dəniz, o şeyi də var bax. Dəniz. Belə üçlü setdir. Üçlü setdir. Qoy belə göstərim. Ürəyi partlayar göstərməsək. Baxın xala belədir. Bu nədir bəs? Nə? O silgi kimi bir şeydir nədirsə. Tamam. Bunu Zapas qoyublar. burada kağızda qoyublar A4. Bunu belə eləyirsən. O nədir bəs? Bunlarla bax Ayliş. Bax elə dedi. Bunlarla asırsan bura. Nədir o? Vərəqləri, A4-ləri. Deyə buradadır. Hə, belə asırsan. Bizim evdə var. Nə olsun? Bu nədir? Burada belə. Bələkləri var. Hə, dayan. Mama. Hə, A4-dür da, evdə də var əslədir. Hadi bunu çıxarsan nəsə. Burada belə karandaşları var. Şeydi bu. Hə, bağla. Tamam, Boya, dağıdıqca. Ah boya. Tamam. Mən də. Aylı bundan birini çıxart qoy bura. Deməli, o qədər yaxşı içində şeylər var, bəyəndim. Aylin göstərdi, dedim ən məntiqlisi bu olar. Belə rəngləri, xətkeşi, sulu boya istifadə etmək üçün. Belə, nədir o? Kist. Bu nədir? Bu əlavə sadə karandaş. Yontan da fikirləşiblər. Daha sonra belə bir Bunlara baxın. flomasteri var. Hə, yazdı. Ya mama, akış. Qoy İlkin yazsın özü. Eyvah. Ala yaz. Ay yok quruyacaq. Hələ ki qıymır. O birisi tərəfi də qoy oradan keçim göstərim. Stolun o tayındaydım. Keçdim bu tayını. Pozanı, belə boyası, burada rəngli boyaları. Bundan var. Bundan əlavə belə paçkada qoyublar ki, uşaq A4-ləri işləyib itirməsin də, bir-birinə tiksin. Bunlardan xoşum gəldi. Bunlar bilirsiniz də, yağlı boya. Hər rəngi var. Belə forması da var. Zapas da qoyub. Zapas bunun deyil, bu ayrıdır, bu ayrı. Hər ikisi də yağlıdır. Belə bəyəndin? Xoş necədir? Sağlıqla işlədi. Var bir şey də var. Hə, sol boya göstərdim. Tamam. Böyle bir şey aldıq bu gün də. Bir görüm A4-ü necə taxacam bura. Birim ver. Mama belə qoyacaqsan. Aha, qoydum. Hə, belə. Yapışdıracaqsan. Yapışdırma yox. Əlicə. Hə, Allah, hər şey düşünüblər də. Bizim vaxtımızda yoxdur heç belə şeylər. Gəl başda görək bizə nə çəkəcəksən. Tamam. Rəssam qızım. Yox, gəl burada. Ha? Tamam, Anişkom.
Aylin yazmaq istəyir birinci. Yaz. Ürəyinə var. Koyup. Mama, indi bunlardan işləyəcəm. Ay bak bunun belə forması var. Mama, bu ne üçün? Var. Ay, pis oldu. Yaxşıdır. Çəkət. Bir dakika kırmızını alayım. Ürək çəkirsən? Aydın, ata. Belə xalalar yazır pozur öz üçün. Neysə, oynasın. Burada belə bir şey də var. Burada qoyublar artıq qalanları. Fidan sayır. Belə 3 gün dərs yoxdur. 9 may, 10 və 11-i. 9 may dərs yoxdur. 10 və 11-i də bazar gününə düşür. 6 bazara icazə ver danışım. Ona görə evdədir, 3 gün oynaya biləcək. A4 bizə hər ay paçka alırdıq. Deyəsən, indi hər həftə alacaq. Qabıyanı busur. Bilmirəm, çəkiliş yaxşı düşür ya. Qabıyanına səs gəlir, onu busur. Zuzi. Nə oldu aşkım? Səs gəldi oradan, girmə. Can, qorxdu. Ben bayaqdan bilmirdim elə olacaq. Paltaryanı qoşmuşam, artıq yaxalayır, az qalır. Paltaryanı nə idi üzrdə sayın. Qabyanı. Az qalıb qabları yusun, gün axşam etdik. Hə, boyamanı işte nə istəyirsə yenə. Mən də burada biraz da qablarım var. Bunları da özüm yuyacağam. Daha sonra qabları silim yığım yerinə saxlamayacağım. Elə maşın dayanan kimi qurulayacağım. İçində saxlayanda suyu gedir, amma saxlamayacağım. Ne? Şey.
Qabyanımız qurtardı. İndi istəyirəm boşaldım. Görüm necə yiyor. Deyəsən təmizdir. Mən qabyanımdan çox razıyam. Yer çatmayıb boş qablar nətər qoymuşam. Allah. Baxın. Tertemiz. Oy. Az qalsın bakasınızdı. Bunlardan çox xoşum gəlir. O qədər möhkəmdilər. Ləkə saxlamırlar. Qaşıqlarımız. Baxın, tərtəmiz. Ne kadar qaşıqdır. Paltar yağını da qoşmuşam. Süfrəni attım ki yuyulsun. Burada da boşluklarımız. Grafikten de koymuştum. Yiyorsun. Bundan biri de kaldı. Sonuncular. Buludumuz. Tertemiz yolub hamısı. Aldığım en yaxşı eşyalardan biri de qabyandır. Belə. Allah, qablarımız da mis gibi. Bunları aparacağım zala. Hamısını yerine yığım. Geldim daşıyıb hamısını. İstəyirəm burayı yerine yığım.
Belə aşağı qoyuram. Gətirim hamısını. En sevdiğim mənzərə parıldayır. Uy. Kırmışdık. Bir tane kaldı. Allah. Bu bakalarım. Hansı ki bu qızılı qablarım var ya, onlarla süfrəyə qoyanda çox qəşəng olur. 11'i də burada. Bu patnosu da kuxnadan gətirmişəm bura. Belə onu qoyduq ora. Servizim də burada. Nə qədər şeyini çıxardım, işlətmişəm. Bu dərin sos. Boş qabıda. Bu məndə 6 nəfərlikdir bu dəst. Ən böyük dəstim budur. Bu 12 nəfərlikdir, amma 102 ədəd boş qabı var. Budur. Hələ bir kutuda yığışdırmışam ki, ora mamam deyir ki, qoyma ağırlıq olar. Bu ama azdır, 6 nəfərlik. Onun içərisindən 102 predmet çıxıb. Germaniya malıdır. Cehizliyimdir. Anam almışdı. Hələ uzun illər bundan qabaqda, yəni mən artıq 14 ildir evliyəm, 15-ci ilimizdir. 15 il öncə səhv eləmirəmsə 450 manata almışdı. Yəni o vaxtı belə, yəni bahalıq değildi də 15 il öncə. Amma o çox yaxşı. Bəst. Belə yerləşdirəm, xoşuma gəlir. Bu dəstimin hekayəsi var. Qoy danışım, bu dəstim yoldaşımın hədiyyəsidir. Baxın, üstündə 3 qız var. Dəniz, Fidan, Aydin. Bunu səhv eləmirəmsə 28 yaşım olanda yoldaşım almışdı. Bir neyse almaq istəyirdi. Qapqacaq da, bilir ki, qapqacaq xəstəsiyəm. Dedi ki, elə bir şey alım ki, sən istədiyin bir şey də. Sonra elə mağazadaydıq. Gözü buna belə sataşdı. Dedi, bunu alacağım, vəssalam 3 dənə. Dedim, nə qədər bedni var da, yəni məndə. Dedim, məndə nə qədər abetnim var da, yəni onları nəzərdə tuturam. Dedi, yox, bundan xoşum gəldi. Bunu alacağım. Belə ondan bir yerdə seçmişik. Burada da işim bitdi. Bunu da bağlayırım. Все. Burada kuxnadan yığışdırmışam. Bilirsiniz, bu dəsti kuxnada istifadə edirdim. Qənd. Bir də konfet yığırdım. Gətirmişəm, burada şkafa qoyacağım. Hələ qoyub çıxan bilmirəm. Şkafların içində bəzi uborkalar etməliyəm. Tərtəmiz deyə tozu torpağı yoxdur. Sadəcə qab-qaşıqlarda. Bunu da gətirdim. Çünki bu sürüşdü. Belə orada da kuxna mebelinin üstündə zuzi bir qoxdu.
Aylin də həmin vaxt qoxunadı. Bilmirəm öz-özünə sürüşdə heç olmamışdı. Sonra sildim belə parıldatdım, gətirdim, qoydum bura. Bunu da indi orada şkafa yerləşdirəcəm. Çünki səs eləyir. Səs elədi. Aylin qorxdu, istəmirəm də bir də diskinsinlər. Ona görə niyəsə sürüşdü düşdü. Onun qabağına həmişə ədviyyə qabı yığırdım. Bəlkə də onu saxlayırdı. İndi ədviyyə qablarını götürmüşdüm. Ola bilər. Son qaldı bu. Bunu da yerləşdirək. Qoy görək, harada yer var. Hə, burada. Yerləşdirdik. Onu da yerinə. Güllərimə baxın siz hələ. Elə qalıblar, elə bil ağacın üstündədirlər. Çox qəşəng. Ölməyiblər. O qədər sevirəm gül, çiçək. Çox xoş olur mənə. Belə. Orada Aylin corablar var. Baxmayın. Çıxardıb haraya gəldi axtır. Videonu burada bağlayım. Uzun olmasın artıq, bəsdir. Növbəti bir videoda, vlogda görüşmək ümidi ilə. İzləyərkən bəyən düyməsini basmağı, abunə olmağı unutmayın. Sağ olun, hələlik.